Salam əziz şagirdlər, bugün sizlər üçün 5-ci siniflərə Azərbaycan dil fənnindən kiçik summativ qiymətləndirmə bir sualları həll edəcəyik. Hər zaman qeyd etdiyim kimi bu bir nümunədir. Bu suallara oxşar suallar ola bilər sizdə. Bunun məqsədlə hazırlaşa bilərsiniz. Mətnimiz var və deyir 1-ci 9-cu suallar aşağıdakı mətnlə bağlıdır. Əvvəl mətnimizi oxuyaq. Oktyabrın 29-da 5A sinifində summativ qiymətləndirilmə keçirildi. 23 şagirddən 4-ü imtahanda iştirak etmirdi. Müəllim davamiyyəti zəif olan bu şagirdlərin həm də imtahanda iştirak etmədiyini görüb, onlar barəsində götürməyi qərara aldı. Ertəsi gün həmin şagirdlər sözü bir yerə qoyub müəllimin otağına gəldilər və belə bir bəhanə gətirdilər. Müəllim, dördümüz də bir avtobusla gəlirdik. Yolda təkər partladı. Ona görə də imtahana gecikdik. Xahiş edirik, bizdən ayrıca imtahan götürəsiniz. Müəllim razılaşdı və bildirdi ki, sabah dərsdən sonra onları qiymətləndirəcək. İmtahanda verilən sualların cavablarını əzbərləyən şagirdlər əminliklə imtahana gəldilər. Müəllim onların hər birini bir küncdə otuzdurub imtahan vərəqlərini payladı. Vərəqdə bir sual var idi. Maşının hansı təkəri partlamışdı? Bir də deyir, belə bir sual qoymaqda müəllimin məqsədi nə idi? Yəni, müəllim soruşmuşdu ki, maşının hansı təkəri partlamışdı? O bilirdi ki, uşaqlar yalan deyir. Ona görə də deməli, şagirdlərin yaddaşını yoxlamaq istəyirdi, xeyr. Şagirdlərin müşahidə qabiliyyətini yoxlamaq istəyirdi, xeyr. Şagirdləri çox çətinə salmaq istəmirdi, xeyr. Şagirdlərin yalanını üzə çıxarmaq istəyirdi. Düzgün cavab olacaq. Deyir, oktyabrın 29-da imtahanda neçə şagird iştirak edirdi? Bura yazılıb ki, 23 şagirddən 4-ü iştirak etmirdi. Deməli, biz 23-dən 4-ünü çıxırıq, qalır 19 şagird iştirak edirdi. Deyir, birinci abzasda nöqtələrin yerinə nə yazılmalıdır? Burada müəllim deyir ki, onlar barəsində götürməyi qərara aldı. Onlar barəsində ölçü götürməyi qərara aldı. Daha düzgündür. 4-də deyir, birinci imtahanda iştirak etməyən şagirdlər nə vaxt imtahan verməli oldular? Deməli, birinci imtahan oktyabrın 29-u olmuşdu. Bura diqqət etmək lazımdır. Ertəsi gün şagirdlər gəldilər. Ertəsi gün artıq oktyabrın 30-u oldu və müəllimə dediklər ki, bizdən yenə imtahan götürün. Müəllim razılaşdı və bildirdi ki, sabah dərsdən sonra onları qiymətləndirəcək. Yəni, onlar 30-u müəllimin yanına gəldilər və müəllim də sabahsı gün onlara imtahan verdi. Deməli, 31-i B variantı. Hansı atalar sözü mətnin məzmununa uyğun deyil? Söz danışıqdan keçər. Bu uyğundur hardasa. Bəli, uşaqlar orada sözü bir araya qoymuşlar, amma tam danışmamışlar axıra kimi və bu da onların yalanların üzə çıxmağına səbəb olmuşdu. Bu ona görə hardasa uyğundur. Yalançının evi yanında heç kim inanmadı. Bəli, yalan danışırdılar deyə bu da uyğundur. Yalançının evinəcən qovarlar. Bu da yalana aiddir deyə bu da uyğundur. Amma el bir olsa dağ oynadar yerindən, söz bir olsa zərbi kərən sındırar. Burada birliyə aiddir. Bu uyğun deyil bu mətnə. 6-da deyir, neysə, 6-nı bir də oxuyaq. Sözü bir yerə qoyub ifadəsini bir sözlə necə ifadə etmək olar? Sözü bir yerə qoydular, deməli sözləşdilər. C uyğundur buna. 7-də soruşur, hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur? Yəni, biz bu sözlərin tələffüzünə baxacaq ki, hansında səs artımı baş verir. Müəllim necə yazılırsa elə də deyilir. Davamiyyətdə bir yıl deyirik, səs düşür, artmır. Zəif sözün isə necə tələffüz edirik? Zəif. Y artır, yəni səslərin sayı daha çoxdur, ona görə C-ni seçirik. İmtahan isə səs artımı baş vermir. Altından xətt çəkilmiş söz belə ifadə tələffüz olunur. Deməli, avtobusla sözünün altına xətt çəkilib, avtobus F ilə tələffüz olunur, avtobus və la şəkilçisi bilirik ki, nan, nən şəklində tələffüz olur. Ona görə bu olacaq avtobusla. D variantı. Qara rənglə verilmiş hansı sözdə 2 hərfin yazılışı səhvdir? Qiymətləndirmə sözündə səhv yoxdur. Xahiş sözündə Y yox, H olmalıydı. Əzbərləyən sözü, bəli, küncdə sözünə baxaq əvvəlcə, burada da C olmalıydı Ç-nın yerinə. Burada isə əzbərləyən olmalıydı. Əzbərləyən yox. Onda deyir ki, hansı sözdə saitlə başlanan şəkilçi əlavə edilsə, Q samiti Q ilə əvəzlənməyəcək.
Vərəq, hamısına şəkilçi əlavə edib baxaq. Vərəqə deyirik, vərəqə demirik. Deməli, burada C oldu. Vərəqə olmursa, yəni əvəzlənmirsə elə bu olacaq. Məsələn, otaq otağa oldu, yumruq yumruğa, soraq sorağa. Bunlarda q-ğı əvəzlənməsi baş verdi. 11-də deyir ki, zambaq sözünün səs tərkibi ilə bağlı hansı fikir yanlışdır? Səs tərkibi deyirsə, deməli bizə bunun tələffüzü lazımdır. Zambaq deyirik. N-nın yerinə m deyirik və sonunda bilirik ki, q gələndə biz onu x kimi çox zaman, çox sözlərdə tələffüz edirik. Sözdə 2 samit 4 sait, 2 saat 4 samit var, bəli 2-dən saitdir, 4-dən də samitdir, bu düzdür. Yazılışı ilə tələffüzündə 2 fərqli məqam var, bəli. N ilə q fərqli tələffüz olundu. Ahəng qanuna tabedir, bəli 2-dən qalın sait var. Sözdəki samitlərin hamısı cingiltilidir. Xeyr, x kardır. B variantını seçirik. Hansı söz orfoqrafik normalara uyğun yazılıb, yəni düzgün yazılıb? Orfoqrafiya bilirik ki, sözlərin düzgün yazılışını öyrədir. Tövbə olmur, tövbə yazılır. Növbə də v olur, tövlə də olmur, tövlə olur. Amma şövbə sözü olmur, şöbə də elə bu, v-sız olur. B düzgündür. 13-də deyir, şeirdə hansı söz tələffüz formasında verilib? Arpa çayı aşdı, daşdı, sel saranı aldı, qaçdı. Burada bilirik ki, qaçdı yox, qaçdı olmalıdır. Bu tələffüz formasında verilib D variantı. Hansı sözün ilk saiti dəyişsə, yeni söz yaranmaz. Şahid sözündə ilk sahid adı ə ilə əvəzləsək, şəhid sözü yarandı. Qadirdə a-nı ə ilə əvəzləsək, qədir sözü də var. Sahibdə a-nı ə ilə əvəzləsək, səhib sözü yoxdur. Deməli, C variantı. Qalibdə də əvəzləyək, qəlib sözü var. 15-də deyir, ardıcılığı davam etdirin. Samitlər verib S, T, X, F. Diqqətlə baxırıq ki, bunlar hamısı kar samitlərdir. Ona görə biz də variantda ancaq kar olanları seçəcəyik. A-dakılar hamısı cingiltilidir. B-dəkilər də hamısı cingiltilidir. L, M, N, R. C-dəkilər üçü də kardır. Deməli, C-ni seçəcəyik. D-yə də baxırıq. Burada ğ cingiltilidir. D də olmaz. 16-da soruşur ki, hansı sözün sonunda cingiltili samit kar qarşılığı ilə əvəz etdikdə yeni söz yaranar? Deməli, sondakı samiti qarşılığı ilə əvəz edəcək. Sənəd, sənət. Sənət, bəli, başqa söz. Sənəd başqadır, vərəq olur. Hansısa işlə bağlı sənədlər olur. Amma sənət peşə mənasındadır. Yeni söz yarandı. Qanat bizdən soruşur, yaranar. Yaranar soruşursa elə A variantıdır. Qanat sözü yoxdur məsələn. Palıd sözü yoxdur. Söyüd sözü yoxdur. Elə A da yaranır. Və 17-də deyir ki, hansı sözün son samiti z olmalıdır. Tənəffüsdə z olmur, s olur. Tələffüz, bəli, z olur. Həssasda s olur, bəhsdə s olur. Deməli, düzgün cavab B variantıdır. Bəli, 17 sualımız var idi. Sualların hamısını cavablandırdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.